Təklif var ki, müəllimlərin də məktəb direktorları kimi rotasiyası həyata keçirilməlidir. Təhsil zamanı xəbər verir ki, redaktorası danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü millət vəkili Ceyhun Məmmədovun fikrincə belə məsələlərdə diqqətli olmalıyıq. Əgər rotasiyaya ehtiyac varsa, bunu etmək olar. Amma biz çalışmalıyıq ki, müəllim daha çox öz yaşadığı bölgədə çalışsın, orada öz tələbələrinə, şagirdlərinə töhfəsini versin. Hər bir məsələ ciddi təhlil olunmalı, araşdırılmalıdır. Onun nə dərəcədə səmərəli olduğu öyrənilməlidir. Əgər öyrənilsə ki, həqiqətən bunun çox böyük səmərəsi var və bunun çox ciddi nəticəsi olacaq, o vaxt bu məsələyə baxmaq, belə bir qərarı qəbul etmək olar. Hazırki dönəmdə isə hesab edirəm ki, bu barədə yalnız müəyyən təhlillər və səmərəlilik araşdırıldıqdan sonra düşünmək və qərar qəbul etmək olar, deyə millət vəkili Ceyhun Məmmədov bildirib.